Bismillahirrahmanirrahim. Qalallahu Teala fil Kitabil Hakim. Rabbi şrah li sadri ve yessir li amri vahlul uqdatan min lisani yefqahu qawli. Sadaqallahul aliyyul azim. Esselamu aleyküm ve rahmetullah. Hər birinizə Allah Müteala'nın salamı olsun. Allah'tan istəyək ki, Allah Müteal itaat və ibadətlərimizi inşallah ki, ən ali dərəcədə qəbul eləsin. Və inşallah ki, çalışaq ki, təqvalı olaq, günahlardan çəkinmiş olaq. İnşallah ki, ilk xütbəmiz Allaha təvəkkül etmək barəsində və Allaha güvənmək barəsindədir. Əslində, bu ifadə hər nə qədər rahat bir ifadə kimi görünsə də, həyatımıza baxdığımız zaman bizim üçün aydın olur ki, biz bir çox zaman sadəcə Allah Müteala dilimizdə təvəkkül etmiş oluruq. Və Allahın bizim üçün seçmiş olduğu hadisələrə, vəziyyətlərə bir çox zaman razı olmuruq. Allah Müteal ki, Qur'an-ı Kərimdə bəndələri üçün buyurur ki, وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim əgər Allaha təvəkkül etmiş olsa, Allaha güvənmiş olsa, Allah onun üçün kifayətdir. Bu ayəni bura yığışan hamı qəbul edir. Kimi dindirsən bildirər ki, mən Allaha təvəkkül edirəm. Amma həyatımızda hansısa istəmədiyimiz bir hadisə baş verən zaman və yaxud istədiyimiz bir şey olmadığı zaman görürsən ki, o zaman biz başlayırıq güləy-güzar eləməyə, tez başlayırıq şikayətlənməyə. Halbuki, əgər həqiqətən Allaha güvənmiş isə, etiqadımız bu cürdürsə Allahın bizim üçün seçmiş olduğu hadisə, vəziyyət ən yaxşısıdır, onda gərək Allaha etimadımız da tam olsun. Və yaxud biz həqiqətən Allaha nə dərəcədə iman gətirmişik? Sadəcə istədiklərimiz olduğu zaman Allaha güvənirik, yoxsa istər istədiyimiz olsun və yaxud olmasın, hər iki halda Allaha iman gətirmişik. Bunun barəsində düşünməyimiz lazımdır. Ağa İmam Əli əleyhissalam buyururdu ki, Əl-iman ləhu ərkanun ərba. İmanın 4 sütunu, 4 dayağı var. Yəni, iman 4 sütundan ibarətdir. Biz imanı bir şey kimi düşünsək, onun 4 dayağı olması olmaz, mövcud olmaz. Və sonra da ağa buyururdu, həmin sütunlar, həmin dayaqlar nədən ibarətdir? İmanın ilk sütunu budur ki, ətəvəkkulu alallah, Allaha təvəkkül etmək. Yəni, bir insanın əgər imanı varsa, onun imanı Allaha olan təvəkkülündə özünü göstərməlidir. Yoxsa bir insan imanlı olsun, amma Allaha təvəkkül eləməsin, bu imanın göstəricisi deyil. Təvəkkülün də mənası bu deyil, ilahi mən sənə təvəkkül etdim. Üzərinə düşəni edəcəksən, sonra Allaha təvəkkül edəcəksən. Yəni, sən öz məsuliyyətini qırağa atıb, sadəcə mən dildə Allaha təvəkkül edirəm, bununla kifayətlənə bilməzsən. İkincisi budur ki, وَتَفِّضُ الْأَمْرِ إِلَى اللّٰهِ. Bütün işlərin nəticəsini Allaha həvalə etmək. Biz hərdən necə edirik? Biz bəzən elə bilirik ki, bir işin alınmasının və yaxud alınmamasının nəticəsi bizdən asılıdır. Elə deyil. Sən öz üzərinə düşəni eləyəcəksən, sonra nəticəni Allaha həvalə eləyəcəksən. Buna görə ola bilər ki, bəzən biz həyatımızda bir şey üçün çox çalışaq, amma çox çalışmağımıza rəğmən nəticədə bizim istədiyimiz kimi olmasın. Yaxud da əksinə, görərsən ki, elə olur ki, bəzən heç o qədər də çalışmırsan, amma nəticə çox yaxşı olur. Burada da hikmət budur ki, sən biləsən ki, məsələ sənin az və yaxud çox çalışmağından da çox, əsas məsələ nəticəni Allaha həvalə etməkdir. Bəzən də başqa cür olur. Bəzən sən çox çalışırsan, orada sənin xeyrin olmur. Xeyrin olmadığı üçün Allah həmin şeyi sənə nəsib eləmir. Tez də biz başlayırıq ki, ilahi, niyə belə oldu? Mən o qədər əziyyət çəkmişdim. Nə üçün belə oldu? Tez başlayırıq bilmədiyimiz şeylərdə danışmağa. Üçüncüsü budur ki, Allah
üçün imanın şərtlərindən də biri buydu ki, sütunlarından da biri buydu ki, وَالرِّضَا بِقَضَاءِ اللّٰهِ Allahın hökmünə razı olmaq. Hər bir zaman Allahın hökmünə razı olasan, indi öz həyatımıza baxaq. Hər bir zaman Allahın hökmünə razıyıq mı? Yox. Biz o zaman Allahın hökmünə çox zaman razı oluruq ki, Allahın ilahi hökmü bizim istədiyimiz, görmək istədiyimiz şeylə üst-üstə düşsün. Elə ki, Allahın ilahi hökmü bizim görmək istədiyimiz mənzərə ilə üst-üstə düşmür. Üst-üstə düşməyəndə tez başlayırıq ki, yox, bu gərək belə olmayaydı. Halbuki biz Kərbalaya baxsaq, Kərbalanın timsalında İmam Hüseyin əleyhissalamın bizə öyrətmiş olduğu dəyərlərdən və dərslərdən də biri buydu ki, rizən bi qazaik. İlahi, ağa buyururdu ki, sənin hökmünlə razıyam. Sənin hökmün necə olsa, mən o hökmlə razıyam. İndi özümüzə sual verməliyik. Biz Allahın hökmü ilə hər bir zaman razıyıqmı? Səmimi olsa, etiraf etsək, xeyr, çox zaman razı deyil. Və dördüncü imanın sütunlarından da biri buydu ki, İmam Əli əleyhissalam buyurdu ki, وَالتَّسْلِيمِ لِأَمْرِ اللّٰهِ عَزَّ وَجَلَّ Allah Taala'nın əmrinə təslim olasan. Allahın əmrinin qarşısında təslim olmağı bacarasan. Çox zaman biz niyə məyus oluruq? Buna görə məyus oluruq ki, bu sadaladıqlarımızdan biri və yaxud hansısa biri bizdə olmur. Və yaxud bəzən olmur. Əlbəttə, şeytanın da vəsvəsəsi burada çox mühüm rol oynayır ki, şeytan ya çalışır ki, bizi məğrur eləsin, təkəbbürlü eləsin, az olan ibadətlərimizi bizim gözümüzdə çox göstərsin, beləcə biz təkəbbürlü olaq. Yaxud da çalışır ki, biz məyus olaq. Məyus olaq ki, heç nə düzəlməyəcək. Görürsən, heç nə sən istədiyin kimi olmur. Görürsən, elə bil dünyada bir dənə sənsən də, elə nə var sənin başına gəlir. Bu da əslində şeytanın insan üçün etmiş olduğu vəsvəsələrdən biridir. İmam Həsən əleyhissalam buyurur ki, Allahın gözəl seçiminə arxalanan, Allahın onun üçün seçdiyi vəziyyətdən başqa bir şey arzulamaz. Əgər Allaha arxalanırsansa, Allaha etiqadın tamdırsa, sən Allah sənin üçün nə seçibsə, ona razı olarsan. Çünki bilərsən ki, Allahın sənin üçün seçdiyi mütləq xeyirdir. Sən onu xeyir kimi görməyə bilərsən yolun harasındasa. Amma yolun sonunda nəticədə aydın olacaq ki, Allahın sənin üçün seçdiyi ən yaxşıdır. İstər sən quyunun dibində də olsan, baxsanız Həzrət Yusuf əleyhissalama quyunun dibində olanda demədi ki, ilahi, mən quyunun dibindəyəm, sən mənim üçün belə bir hal seçmirsən, bu yaxşı hal deyil. Elə demədi ki, razılığını ifadə elədi. Yaxud Həzrət Musa əleyhissalamın anası ki, ona belə ilham olundu, o bir sandığa qoyub və Nilə buraxmış oldu Həzrət Musa əleyhissalamı. Quran deyir ki, biz əgər ona kömək etməmiş olsaydıq, yəni Həzrət Musa əleyhissalamın anası imanlı olmasaydı, tez başlayardı ki, şikayətlənməyə. Qəlbi dözməzdi. Yəni, imanı vardı ki, qəlbi dözdü. İşin sonu necə oldu? Nəticə necə oldu? Nəticə ən xeyirli oldu. Yaxud siz baxsanız, Həzrət Əyyub əleyhissalam o qədər övladlarını itirməsinə rəğmən, hətta ən yaxınlarının belə onu qoyub getməsinə rəğmən Allahın hökmünə razı oldu. Allahın onun üçün seçmiş olduğu imtihana və vəziyyətə razı olmuş oldu. Nəticə də ən xeyirli oldu. Yəni, Allahın bizim üçün seçmiş olduğu nəticə ən xeyirlidir. Amma biz həyatımızın bəzi qismlərində bununla razılaşırıq, bəzi qismlərində razılaşmırıq. Nəyə görə? Çünki biz həyatımızda baş verən hadisələrin çoxuna ya emosional yanaşırıq, tez reaksiya veririk ki, hadisə bizim istədiyimiz kimi deyil. Ya da arzularımızla yanaşırıq. Baxırıq ki, axı, mənim arzum başqa cürə idi. İlahi, niyə mənim arzum başqa cürə idi, amma hadisə başqa cürə oldu? Allah da bizə bildirir ki, sənin arzun bir tərəfə qalsın. Sənin nə istəyirsənsə, ən xeyirlisini istəyirsənsə, bil ki, mən sənə istədiklərinin ən yaxşısını verəcəm.
Amma sən yolun əvvəlinə baxma, yolun əvvəlində çətinlik görürsənsə, bu o demək deyil ki, yolun sonu da elə məşəqqətdən ibarət olacaq. Elə deyil. Elə sənə böyük xeyrin çatması üçün sənin çətinliklə qarşılaşmağın vacibdir. Ən yaxşı şeylər ən çətinliklərdən sonra gəlir. Quran ki deyir, فَإِنَّ مَعَ الْأُسْرِ يُسْرًا إِنَّ مَعَ الْأُسْرِ يُسْرًا. Həqiqətən hər bir çətinlikdən sonra bir asanlıq var, rahatlıq var. Amma çətinlik olmasa asanlığın olmağı mümkün deyil. Və çətinliksiz asanlıq da asanlıq deyil. Siz asanlığı çətinliksiz düşünə bilməzsiniz. İndi məsələ nədən ibarətdir? Məsələ budur ki, biz Allaha tam qəlbən, bütöv şəkildə iman etməyə çalışmalıyıq. Və bu iman özünü həyatımızda Allaha nə qədər güvənirik, güvənmirik, orada özünü göstərir. Baxsanız, İmam Təqi əleyhissalam buyururdu ki, himayədarı Allah olan biri necə məhv ola bilər? Mümkün deyil də bir adamı Allah himayə eləsin, həmin adam məhv olub getsin. Və sonra da deyirdi ki, təqibçisi Allah olan biri necə yaxa qurtara bilər Allahın onu izləməsindən? Hara getsə Allah onu görür. İndi biz də həyatımıza baxmalıyıq. Allahın bizim üçün olan seçimlərinə tam qəlbən yəqin halda biz inanmalıyıq ki, bu bizim üçün ən yaxşıdır. Bundan ən yaxşısı ola bilməz. Və biz hadisələrə məna verərkən, onları izah edərkən, sadəcə hadisələrin ilkin olan hissəsinə baxıb nəticə çıxarmamalıyıq. Hadisələr baş verdiyi zaman tamamilə tanınmır. Hadisələr baş verib bitdikdən sonra nəticə olan hissəsində özünü göstərir. Bir məsələ də burada var ki, həmin məsələ də budur ki, bəzi şeylər üçün də gərək tələsməyəsən. Həyatımızda biz bəzi şeylər üçün çox tələsirik. Ağa İmam Əli əleyhissalam buyururdu ki, Allahın sizin üçün tezləşdirmədiyi şeyə görə siz də tələsməyin. Bayaq ki, qeyd etdim, elə şeylər var ki, onlar üçün çox çalışırsan, onları tezləşdirmək istəyirsən, tez əldə etmək istəyirsən, amma alınmır. Sən çox çalışırsan, amma o görürsən ki, elə bir səndən qaçır. Niyə? Bəzən bəzi şeyləri əldə etməyin də öz zamanı var. Sənin onları tezləşdirməyin sənin üçün nəticəni pisləşdirə bilər. Çinlilərdə bir adət var. Adət də bu cürdür ki, onlar çay içmək üçün fincandan ki istifadə edirlər, həmin fincan üçün qulp qoymurlar. Onun qulpu olmur. Tutmaq üçün dəstəyi olmur. Elə gözləyirlər ki, çay əgər istidirsə, soyusun, soyuyandan sonra onun özündən tutacaqlar, beləcə içəcəklər. Səbəb nədir? Səbəb odur ki, onlar düşünürlər ki, əgər bir fincandan tuta bilməyəcəyimiz qədər istidirsə o, demək həmin fincan bizim içə bilməyəcəyimiz qədər də istidir. Bunun üçün özümüzdən qulp qoymağa ehtiyac yoxdur. O gərək soyusun, sonra içəsən. Baxın, biz də həyatımızda bəzi şeylər var, onları tez əldə etmək üçün özümüzdən qulp qoymağa çalışırıq. Halbuki həmin şeylərin də öz vaxtı var, zamanı var. Sən öz üzərvə düşəni elə, əlbəttə. Amma görürsən ki, alınmır, demək onun bir zamanı var. Necə ki, çay soyuyandan sonra onu içmək olar, həmin hadisələrin də bir zamanı var. O zaman gərək olsun, o şərait gərək olsun sonra. Buna görə biz gərək həyatımızı tamamilə Allaha həvalə etməyi bacaraq. Quran ki deyir, bu ayəni hər birimiz bilirik, amma çox da unuduruq. Quran ki deyir, çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün, çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün daha xeyirlidir. Və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün ziyanlıdır. Ayənin sonunda bir hissə var. Allah buyurur ki, Vallahu ya'lamu və antum la ta'lamun. Allah bilir, siz isə bilməzsiniz. Amma biz nə edirik? Bizim istəmədiyimiz hadisə baş verən kimi tez başlayırıq şikayətlənməyə. Axı bu ayəyə bizim etimadımız varsa
öz üzərimizə düşəni eləmişiksə, bilməliyik ki, Allah bizim üçün ən yaxşısını bilir. Axı, ola bilərdi ki, Allah bizim istədiyimizi tez bizə versəydi, tez bizə verdiyi üçün bizim ziyanımız olacaqdı. Buna görə Allaha qəlbən iman etməyi bacarmalıyıq. Və iman gətirməliyik ki, Allahın bizim üçün seçmiş olduğu ən yaxşıdır. Bunu indi anlamırıq, amma sabah, bir gün, zamanı gələndə anlayacaq. Allahdan istəyir ki, Allah mütəal bizi dünya və axirət əhl-i beytdən ayrı salmasın. Allah mütəaldan istəyir ki, kimin nə sıxıntısı, çətinliyi varsa Allah əhl-i beyt əleyhimussalama xatir həll eləsin. Allahdan istəyir ki, Allah bizi öz gözümüzə kiçiltməmiş, başqalarının gözündə ucatmasın. Allahdan istəyir ki, kimin nə sıxıntısı, çətinliyi varsa Allah Qur'an və əhl-i beytə xatir həll eləsin.